Real Madrid bu El Clasico'da ötən mövsümdəki biabırçıların qisasını ala biləcəkmi? Bunu deməyimə əsas səbəb Madridin hazırki mövsümdəki forması və Barcelona'nın yüksək xəttinin deşifrə olunmasıdır. Siz kanalımıza abunə olun, biz isə El Clasico'nu çox qısa şəkildə incələyək. Gördüyünüz kimi biz ənənəvi məkanımızda deyilik. Buna səbəb yeni studiyaya köç prosesində olmağımızdır. Əlbəttə ki, bu da o deməkdir ki, bizim bu dəfə sevimli məşğul lövhəmiz yoxdur ki, hardakı biz maçın taktiki analizini izah edə bilərdik. Lakin narahat olmayın, bunu screenshot və videolarla kompensasiya etməyə çalışacaq. Bizim əsas məqsədimiz əlbəttə ki, sizə bu maçın qısa analizini çatdırmaq idi. İstənilən praqmatik Madrid azarkeşinin qabağında duran bir sual Atletico Madrid ilə olan darmadağın idi. Hardakı həm Diego Simeone'nin unikal pressing gedişi var idi. Bu arada Diego Simeone həmin pressingi PSG-dən götürmüşdü, PSG Madrid oyunundan və analoji olaraq Hansi Flick'in Barcelona'sı da oxşar, analoji olmasa da çox oxşar bir sistemlə pressing edir. İkinci tərəfdən əlbəttə ki, bugünkü jurnalistika qısa tezislərlə yaşayır. Yəni bugünü ümumiyyətlə uzun perspektivə baxmaqdansa bugünün ani nəticələrinə reaksiya verir və əlbəttə ki, artıq Xabi Alonsonun belinə yükləməyə çalışırlar ki, bu adam böyük oyunların məşqçisi deyil. Mənə görə bu boş-boş tezisdir. Əlbəttə ki, adamın PSG-də məğlubiyyətində bunun səbəbi var idi. Lakin PSG artıq klublar dünya çempionatı çoxdan olub. Yeni məğlubiyyətindən danışıldı Atletico Madriddən. Atletico Madriddə biz qısa şəkildə danışsaq, burada Simeone'nin o taktiki gedişi ilə yanaşı Xabi Alonsonun da kobud səhvi var idi. Zədədən yeni sağalmış Jude Bellingham'i heyətə qaytardı. Onu heyətə Arda Gülərlə uğurlu şəkildə inteqrasiya etmədi. Lakin Xabi Alonso da öz səhvlərindən yaxşı nəticə çıxarmağı bacaran bir məşqçidir və biz Real Madridin növbəti görüşlərində məşqçinin necə hər iki oyunçunu ya növbə ilə və eyni zamanda heyətə inteqrasiya etmək cəhdlərini görürdük. Misal üçün Jude Bellingham Villarreal-la maçda əsas heyətdə deyildi. Arda Güler isə Getafe ilə maça oyuna sonradan girmişdi. Lakin Juventus oyununun önəmi ondan ibarətdir ki, Juventus oyununda hər iki futbolçu eyni zamanda forma geydi və gülməli ironiya da ondan ibarətdir ki, xatırınızdadsa UEFA-nın komandaların heyətini verəndə Jude Bellingham'i Mbappe ilə 4-4-2-nin o sağ hücum ikilisində göstərmişdi. Amma əlbəttə ki, bu absurd idi. Real Madridin taktikası 4-2-3-1 idi. Hətta biz buna 4-4-2 desək, əlbəttə ki, Vinicius'u o 4-4-1-1 kimi verə bilərik. Haradakı o birin biri Vinicius idi. Biz Barcelona oyunda Real'ın heyətini necə gözləyə bilərik? Madrid ədətən build-up edəndə çox güman ki, iki mərkəz müdafiəçisinə Tchouaméni ya da siz məndə bunu səhv tutursanızsa Tchouaméni aşağı düşərək onlara kömək eləyir. Paralel olaraq Juventusla maçda ilk 15 dəqiqədə maraqlı bir trend müşahidə olunurdu. Belə ki, Madridin müdafiəçiləri yuxarı qalxdıqda nominal olaraq zədələr ucbatından Federico Valverde, Carlo Ancelotti vari sağ cinahə malalanmışdı. Sol cinahda isə Carreras var idi öz doğma mövqeyində. Lakin ilk 15 dəqiqədə adətən həmin mövqedə olan yarım müdafiəçilər sağda Arda Güler, solda isə Jude Bellingham bir qədər öz cinah müdafiəçilərini buraxdığına görə Juventus cinah yüklənməsi sayəsində həm də 3-4-3 taktikası bunu ideal şəkildə eksploatasiya edir. O cinahlarda olan boşluğu bir qədər Real Madridi təzyiq altına saldı. Lakin sonradan 15-ci dəqiqədən sonra Arda Güler və Jude Bellingham aşağı düşməyə başladılar və hücum zamanı hətta onlar bir-birinə koordinasiya etmiş şəkildə hücuma qoşulurdu. Əgər sağ cinahdan hücum gedirsə, onda Bellingham bir qədər ortada qalaraq Arda Gülerin hücum fazasında aktiv iştirakını təmin edirdi. Digər tərəfdən əlbəttə ki, əks cinahda da əks məsələ baş verirdi və bu sxem işləsə də demək olmazdı ki, bu hər şey ideal idi. Çünki başqa bir günündə Juventusun kifayət qədər qol epizodu var idi ki, ən azı Real'ın qapısına bir qol vursun. Amma əlbəttə ki, maçın 1-0 qurtarmağının yeganə səbəbi De Gregorio idi. O Juventusun qapısı olmasaydı Real Madrid ən azı bu maçda 3 dəfə fərqlənməli idi. Və XG-si də Madridin 3.25 idi. Hardasa Atletico Bilbao'nun Qarabağ oyunda yaratdığı XG qədər idi və bu da hər şeydən xəbər verir. Lakin paralel olaraq Barcelona oyunda Mastantuono da heyətə geri qayıda bilər. Mastantuono misal üçün Real Madrid nəyi verə bilər ki, o bütün cinahı işləyə bilər və nəticədə bəzən Arda Güleri müdafiə planlı işdən azad edər. Çünki Arda Güler sözün həqiqi mənasında
Xabi Alonso rəhbərliyi altında Real Madridin Kylian Mbappe'dən sonra ikinci ən yaxşı futbolçusuna çevrilib və bu proses inkişafı davam etməkdədir. Amma Arda Gülərin problemi o vaxt yaranır ki, nə vaxt ki rəqib amansız presinq edir və ya Real Madrid topsuz oynamalıdır və uzun müddət topun dalınca qaçmalıdır. Bu Madrid haqqında, Madridin biz hansı istiqamətə getdiyini bilirik, necə oynadığını bilirik təxminən. Daima Xabi Alonso balaca bir dəyişikliklərlə sistemi daha da zənginləşdirir. Lakin əsas məsələ məncə burada Barselonadır. Çünki Barselonanın birdən-birə bir neçə ciddi problemi var. Birinci olaraq gəlin zədələrdən danışaq. Baxın, bu cədvəldə gördüyünüz kimi birdən-birə bir neçə oyunçu Barselonada maçda iştirak etməyəcək. Onların arasında ciddi itkilər həm Joan Garcia'dır, həm eyni zamanda Lewandowski'dir. Üstəlik əlbəttə ki, Gavi'nin uzun müddət sıradan çıxması da böyük bir itkidir və Rafinha'nın Olmo'da bu maçda çox güman forma giyməyəcəklər və bu kifayət qədər hər şey dəyişir. Barselona həm Girona, həm də ki Olympiakosla bir-birinə oxşayan amma fərqli ölçüdə heyətlərlə meydana çıxdı. Olympiakosla oyunda misal üçün Flick'in maraqlı gedişi Marcus Rashford'u tək hücumçu kimi sivri ucda oynatmaq idi ki, sürəti ilə rəqib müdafiəçiləri aşağı bloka otuzdursun və Fermin arxasında oynasın və Fermin şahanə futbol sərgiləyərək karyerasında yəqin ki ilk hat-trick idi, amma 3 qol vurmaq istənilən turnirdə bir növ göz oxşayan bir faktdır. Bunu Çempionlar Liqasında etmək 2 qat xoş olmalıdır. Digər tərəfdən biz Girona ilə maçda gördük ki, orada artıq ötən mövsümdən uğurlu hücum sxemi Barselonada. Əgər Lewandowski varsa, Taran tipli hücumçu paslardır. Əgər Lewandowski yoxdursa, Ferran Torres'dir. Ferran Torres'in biz bu maçda forma geyəcəyini gözləyirik. Çünki Marcus Rashford oynayarsa, Marcus Rashford ikinci hücumçu kimi və ya soldan cərimə meydançasına girən oyunçu kimi həddindən artıq effektivdir. Əgər Marcus Rashford bir növ tək hücumçu olursa, o çox kəsərsiz olur və nəzərə alsaq ki, Real Madridin müdafiəsinin mərkəzində əvvəlki formasına qayıdan və çox elitar bir futbolçu olan Eder Militao var. Onun yanında çox güman ki, əgər zədəsi ciddi olmazsa Asensio olacaq. Amma əsas məsələ əlbəttə ki, Militaodur. Rashford tək hücumçu olarsa, çox asan şəkildə Madrid tərəfindən neytrallaşdırılacaq. Üstəlik də ki, Rashfordun cinahdan verdiyi sürət, oyunçuların arxasına açılmaq kimi universallıqları da bir növ itib batmış olacaq. Digər tərəfdən bu həm də təcrübəsiz Drom Fernandesi sol cinahda, sol cinah vingeri kimi sınanmağından da Flick'i azad edəcək. Çünki nə qədər olsa da El Clasico bir növ yeni sınaqlar məkanı deyil. El Clasico'da daha işləyən və effektiv silahlardan istifadə etmək daha məntiqə uyğundur. Amma biz bu trendi müşahidə edirik və bununla bağlı bəlkə əgər vəziyyət kritik olarsa noyabr tətilində, yəni millilərin pauzasında Barselona ilə bağlı ayrıca bir buraxılış etmək istəyirik. Maraqlı və narahat edici məqam ondan ibarətdir ki, Barselonanın yüksək xətti bu mövsüm iflic vəziyyətdədir. Xatırlayırsınızsa, Barselona ötən mövsüm Real Madridə qarşı oynadığı 4 oyunda Real Madridi 24 dəfə süni oyundan kənar vəziyyətdə tutmuşdu. Bunların ən çoxu birinci oyunda olmuşdu, 12 dəfə. Siz deyə bilərsiniz ki, süni oyundan kənar vəziyyətdə tutmaq və dalı nədir? Amma süni oyundan kənar vəziyyətdə tutmağın fəsadları çox böyükdür. Yəni bu bir növ rəqibin hücum tempini aşağı salır, hücum tempini öldürür və nəticədə rəqib avtomatlaşmış sxemlərdənsə artıq bir qədər avantürist, özünə xas olmayan, qeyri-komfortlu ssenariləri sınamağa başlayır ki, buna da hazır olan Barselona futbolçuları bu ssenariləri daha çox neytrallaşdıra bilirlər. Nəinki rəqib özünə tanış olan ən yaxşı ssenaridə hücum edərsə. Amma bu mövsüm bu çox ciddi şəkildə axsayır. Baxın bu epizoda. Bu epizod çox vacibdir həm də Madrid oyunu üçün. Mən əminəm ki, Xabi Alonso bundan istinad kimi istifadə edəcək. Rəqib Barselonaya qarşı 4-4-2 sxemi ilə müdafiə olunur. Meydanın rəqib zonasında olan Pedri ən yaxşı oyunculardan biri top itirir və Pedri top itirən kimi Barselona öz qapısına olduqca ciddi bir qol epizodu buraxır. Digər epizodda isə yenə də Girona 4-4-2 ilə müdafiə olunur və yenə də Barselona yüksək xətti boşluq buraxır və bu boşluğun nəticəsində Barselona bəxti gətirir ki, bu epizod qolla nəticələnmir. Həm də Olympiakos 4 analoji epizod Barselona qapısında yaratdı. Özünüz də gördünüz ki, qırmızı karta qədər demək olmazdı ki, Barselona çox inamlı futbol oynayır və burada isə Barselonanın son 2 mövsümdə bəlkə də ən yaxşı oyuncularından biri olan Kunde ötən mövsüm Interlə zədə alandan sonra bu yana hələ ki həmin formada deyil. Baxın, Kunde yenə də hücumun ilk fazasında top itirir və bu da olduqca təhlükəli hücumla nəticələndirir. Biz bunu bir neçə başqa misallarda göstərə bilərik, lakin uzun sözün qısası odur ki, rəqiblər Barselonanın yüksək xəttini çözüblər. Bu xətti çözmək nədir? Adətən 4-4-2 sistemi ilə müdafiə olunmaqdır ki, Barselonanın müdafiəsinin ilk fazasına təzyiq qoymaq və eyni zamanda Barselona topu itirdiyi halda sürətli əks hücumla komandanı cəzalandırmaq. Necə ki, Sevilla bunu effektiv şəkildə elədi. Ümumiyyətlə təkcə Sevilla deyildi. Eyni problemlər
Newcastle-la da maçda var idi, Olympiakos da maçda da var idi, Girona ilə də var idi. Üstəlik Rayo Vallecano ilə də var idi, Sevilla ilə də var idi. Yəni gördüyünüz kimi Barselonanın hələ mən öz başımdan 5 oyun göstərdim ki, hansına ki əgər siz baxmısınızsa, həmin problemləri görmüsünüz. Nəticədə Barselona hücumda effektiv olmadığı halda çox təhlükəli əks hücumla qarşılaşır və bunun nəticəsidir ki, Barselona o qədər də ötən mövsümdə olduğu inamlı təsiri bağışlamır və son olaraq mən əlbəttə ki, Barselona fiziki formasından danışmaq istəyərdim. Olympiakosla rəqib 10 nəfər qaldığına görə bu özünü göstərmədi, amma PSG ilə məğlubiyyətdən sonra Hansi Flick bildirmişdi ki, komandanın ən böyük problemlərindən biri zədələrlə yanaşı fiziki formasının əla şəkildə olmamasıdır. Komanda intensiv oyunlarda maçın sonunda tükənir və nəzərə alsaq ki, Barselona kimi komandanın oyuncu transfer etməyə pulu yoxdur və nəticədə La Masiyadan belə Laurel ilə desə uşaq-muşaqla oynamaq məcburiyyətində qalır. Ehtiyat oyunçular skamyasından da oyunu gücləndirə bilmir. Bunun əks ssenarisi isə Real Madriddə var. Real Madriddə olduqca ciddi heyət rotasiyası var. O qədər ciddidir ki, hətta bu dəqiqə göylərdən enmiş Rodrigo ehtiyat oyunçular skamyasından meydana ya Arda Gülərin ya Mastantuo'nun yerinə girib maçın taleyini həll edə bilər, maçın taleyini dəyişə bilər. Gonçalo Garcia var, hansı ki bir növ Joselu kimi Joker funksiyasını yerinə yetirə bilər. Ona görə də bizim fikrimizcə Real Madrid bu maçda əgər Barselonanın Atletico'ya oxşayan pressinginin öhdəsindən gəlsə, həmin o yüksək xəttini amansızcasına dəfələrlə cəzalandıracaq və son olaraq da bunu da biz ağlımızdan çıxartmırıq ki, Alonso adaptiv məşqçidir. Biz bunu Bayer Leverkusen'da da gördük, Madriddə də görürük, amma Flick isə çox tərs məşqçidir. Tərs məşqçində özəlliyi olur ki, o adam əlində bütün kartlar açıq oynayır, sadəcə onun kartları həmişə tuzlar olur, ona görə adam qalib gəlir. Lakin indi Barselona həm yaralıdır, həm zədəlidir, həm də ki, ideal, ən universal silahı işləmir. Sizin fikrincə Real Madrid nəhayət tilsimi bu oyunda qıracaq, yoxsa Barselona El Clasico'da söz sahibi olmaqda davam edəcək? Fikirlərinizi şərhlər bölməsində bildirin. Videomuzu bəyəndinizsə like edin və kanalımıza abunə olun.